Salam, hər vaxtınız xeyir. Mövzumuz çoxbucaqlılar, dördbucaqlılar. Birinci sualda ABCD düzbucaqlısı verilib. AC 13, yəni diagonal 13-ə bərabərdir. OB parçasının uzunluğunu soruşur. OB. Deməli, düzbucaqlının diagonalları bərabərdir. Yəni AC 13-dürsə, BD də 13-dür. Və düzbucaqlının diagonalları kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. 13 yarıya bölünəcək, olacaq 6,5, yəni D variantı. İkinci sualda perimetri 38, uzunluğu 12 olan düzbucaqlının enini soruşur. P bərabərdir 38, A bərabərdir 12, bizdən B-ni soruşur. P bərabərdir 2, A plus B. 38 bərabərdir 2 vurulsun 12 üstə gəl B. 38 bərabərdir 2-ni vurub açsaq 24 üstə gəl 2B. 38 minus 24 bərabərdir 2B-yə. 14 bərabərdir 2B. B-də olacaq 7. Düzgün cavab Y variantı. Üçüncü sualda perimetri 44, uzunluğu 16 olan düzbucaqlının enini soruşur. Yine eyni qaydada P bərabərdir 2 A plus B. 44 bərabərdir 2 vurulsun 16 üstə gəl B. 44 bərabərdir. Burada 2-yə də bölə bilərik hər tərəfi və yaxud da 2-ni mötərizənin daxilinə vura bilərik. Hər tərəf 2-yə böləndə 22 bərabərdir 16 üstə gəl B-yə. B də bərabərdir 22 minus 16, 6. Cavab Y variantı. Dördüncü sualda tərəfləri verilmiş düzbucaqlının diagonalını soruşur. Düzbucaqlının diagonalı kökün altında tərəflərin kvadratları cəminə bərabərdir. O da bərabərdir. Kökün altında 3-ün kvadratı 9, 4-ün kvadratı 16. Kök altda 25, bu da 5-ə bərabərdir. A variantı. Beşinci sualda tərəfləri 16 və 12 olan düzbucaqlının diagonalını soruşur. Bu da əvvəlki sualdan eyni qaydada. Düzbucaqlının diagonalının kvadratı tərəflərin kvadratları cəminə bərabərdir. Yəni A kvadrat üstə gəl B kvadratı. Buradan D-ni tapanda kökün altında A kvadratı üstə gəl B kvadratı. Tərəflər 16 və 12-dir. 16-nın kvadratı deməli 256. 12-nin kvadratı 144. Mən birbaşa yazdım. Kökün altında 400. Bu da 20-nin kvadratına bərabərdir. Yəni D variantı. Altıncı sualda deyilir ki, hər təpədə bir bucaq götürməklə qabarıq 5 bucaqlının 4 xarici bucağının cəmi 325 dərəcəyə bərabərdir. 5-ci xarici bucağın dərəcə ölçüsünü soruşur. Deməli, hansını soruşur? Deməli, 4 xarici bucağının cəmi 325 dərəcədir. Biz demişdik ki, çoxbucaqlılar mövzusunda bütün çoxbucaqlıların xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. 360-dan 325-i çıxıram. Yəni bu qabarıq 5 bucaqlı olsa belə, yenə xarici bucaqların cəmi 360-dır. 360-dan 325 çıxanda qalır 35 dərəcə. Deməli, 5-ci xarici bucağın dərəcə ölçüsü 35 dərəcəyə bərabərdir. Hər təpədə bir bucaq götürməklə qabarıq 5 bucaqlının 4 xarici bucağının cəmi 320-dir. 5-ci xarici bucağın dərəcə ölçüsünü soruşur. Yenə eyni qaydada 360 dərəcədən çıxırıq 320-ni, qalır 40 dərəcə C variantı. 8 nömrəli sualda ABCD rombunda CBD bucağı 65 dərəcədir, BAD bucağını soruşur. Deməli, bu rombdursa, rombun bütün tərəfləri bərabərdir. Burada alınır bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq. Bərabər yanlıdırsa, oturacağına bitişik bucaqlar bərabərdir. Yəni, burada 65 dərəcədir. 65, 65, 130, C bucağına qalır 50 dərəcə. Çünki üçbucağın bucaqlarının cəmi 180 dərəcədir. 180-dan 130 çıxanda C-yə 50 qalır. C 50-dirsə A da 50-dir. Çünki paralelogramda və rombda qarşı təpə nöqtələrindəki bucaqlar bir-birinə bərabərdir. Yəni A bucağı C bucağına bərabərdir. B bucağı da D bucağına bərabərdir. C 50 olduğuna görə A bucağı da 50-dir. Bizdən də elə BAD bucağını soruşur. Düzgün cavab B variantı. 9 nömrəli sualda ABCD rombunda BAD 40 dərəcədir. BDC bucağını soruşur. BAD 40-dırsa C bucağı da 40-dır. Çünki bundan əvvəlki sualda qeyd etdik ki, rombda və paralelogramda qarşı təpədəki bucaqlar bir-birinə bərabərdir. Və bu romb olduğuna görə rombun bütün tərəfləri bərabərdir.
Burada yenidən alındı bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq oturacağına bitişik bucaqları bərabər olmalıdır. 180-dən 40 çıxanda 140, 140-a bərabər bölürəm 70, 70. B, DC bucağı olacaq 70 dərəcə D variantı. 10-cu suala baxırıq. Bucaqlarından biri 45 dərəcə olan paralelogramın böyük bucağını soruşur. 45 dərəcəli bucaq 90 dərəcədən kiçikdir. Yəni deməli bu iti bucaqdır. İti bucaqdırsa burada göstərə bilərik 45 dərəcəni. Digər kör bucaq olacaq 135 dərəcə. Çünki paralelogramda və rombda, baxın adlandırsaq bunu, buna həm paralelogram, həm də romb kimi yanaşsaq, deyə bilərik ki, A bucağı C bucağına bərabərdir. Yəni A 45 isə C də 45-dir. Və bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabərdir. A 45-dirsə, A və B-nin cəmi 180 olmalıdır. 180-dən 45 çıxanda B-yə qalır 135 dərəcə. Və 135 dərəcəli bucaq böyük bucaqdır, həm də kör bucaqdır. Düzgün cavab D variantı. Hər bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlının neçə tərəfi var? Baxın, bir daxili bucağı veriblər bizə 150 dərəcə. Bizdən çoxbucaqlının tərəflərinin sayını soruşur. Bir daxili bucağı belə tapırdıq. N bərabərdir, daha doğrusu N bərabərdir yox. Alfa bərabərdir 180 vurulsun N minus 2 bölünsün N. Bir daxili bucağı tapanı bu düsturla tapırıq. İndi verilənləri burada yerinə qoyuram. 150 bərabərdir 180 vurulsun N minus 2 bölü N. Burada 150 və 180 ixtisar gedir. Sıfırlar getdi. 3-ə böləndə 5 dəfə, 3-ə böləndə 6 dəfə çarpaz vururam. 5n bərabərdir 6 vurulsun n minus 2. 5n bərabərdir 6n minus 12. N olacaq buradan 12. Deməli bu 12 bucaqlıdır. Hər bir daxili bucağı 140 dərəcə olan düzgün çoxbucaqlının neçə tərəfi var? Burada da eyni qaydada. Alfa bərabərdir 180 vurulsun n minus 2 böl n. Burada alfanın yerinə 140 yazıram. Və yaxud da baxın bu qayda ilə 11-ci sual izah etdim. İndi 12-ni fərqli qayda ilə deyəcəm. Hər bir daxili bucağı 140 dərəcədirsə, biz bunun qonşusunu tapa bilərik. Bunun qonşusu olacaq 180-dən 140 çıxanda 40 dərəcə. Deməli, daxili bucaq 140 dərəcədirsə, ona qonşu olan xarici bucaq 40 dərəcədir. Və xarici bucağına görə biz çoxbucaqlının tərəflərini müəyyən edə bilirik. Beta bərabərdir 360 bölünsün n. Yəni 40 bərabərdir 360 böl n. Buradan n bərabərdir 9. Deməli bu düzgün 9 bucaqlıdır. Yəni və 11 nömrəli sualdakı qayda ilə düsturla da tapmaq olar və yaxud da ki, həmin bucağa qonşu olan xarici bucağı tapıb 360-ı xarici bucağına da bölmək olar. 13 nömrəli sualda 3 bucağının cəmi 295 dərəcə olan paralelogramın kiçik bucağını soruşur. Paralelogram 4 bucaqlıdır və 4 bucaqlıların daxili bucaqlarının cəmi də 360 dərəcədir. 360-dan çıxıram 295 dərəcəni. Bu bizə verir 5, 6, 65 dərəcə. Deməli, paralelogram çəkirəm. 3 dənə bucağının cəmi 295-dirsə, bunun 4-cü bucağını tapdıq ki, 65 dərəcədir. Həmin 65 dərəcəli bucaqda 2 bucaq olduğuna görə yazıram bura 65 dərəcə. 65-dirsə, buradakı iti bucaq olacaq. İti yox, daha doğrusu kör bucaq. 65 və bu bucağın cəmi 180 olmalıdır. Deməli, qalır bura 115 dərəcə. 125 yox, 115 dərəcə. 115 dərəcə. Bizdən kiçik bucağı soruşur. Kiçik bucaq 65 C variantı. 14 nömrəli sualda 3 bucağının cəmi 245 dərəcə olan paralelogramın böyük bucağını soruşur. Burada da eyni qaydada 360-dan 245-i çıxıram. 5, 1, 1, 115 dərəcə. Deməli, paralelogramın 3 dənə bucağının cəmi 245 isə 4-cü bucaq 115 dərəcədir. 115 dərəcəli bucaqdır, kör bucaqdır. Buraya yazırıq, kör bucaq buradakı bucaqdır. Çünki 115 digər iti bucaq olacaq. 180-dən 115 çıxanda 65 dərəcə. Bizdən də böyük bucağı soruşur. Böyük bucaq 115 D variantı. 15 nömrəli sualda qabarıq olmayan 4 bucaqlı soruşulur. Biz bilirik ki, çoxbucaqlılar qabarıq və çökük olmaqla iki yerə bölünür. Çökük yəni qabarıq olmayan deməkdir. Bu necə yoxlayırıq? Qabarıq olmayandır. Tərəfləri özündə saxlayan, deməli, düz xətlər. Əgər çoxbucaqlının daxil oblastından keçirsə çökükdür, daxil oblastından keçmirsə
qabarıq deyirik. İndi bunu necə yoxlayırıq? Baxın, iki nöqtədən xətt keçiririk. Bu fiqur həmin xəttin bir tərəfində qaldı. Deməli, bu qabarıqdır. Bu təkcə bir tərəfdən çəkməklə olmur xətt. Yəni, baxın, buradan çəksək, yenə fiqur həmin tərəfin bir tərəfində qaldı. Yəni, daxili, elə bil ki, çəkdiyimiz xətt həmin fiqurun daxilindən keçmir. Əgər daxilindən keçirsə çökükdür. Ona görə A variantı qabarıqdır. B variantı da eyni qaydada, C-də, D-də hansı qabarıqdır. Y variantı isə qabarıq olmayandır. Nəyə görə? Baxın, buradan xətt çəkirəm, daxili oblastdan keçmir. Burada problem yoxdur. Amma, baxın, bu da düz xəttdir də, tərəflər özündə birləşdirən düz xəttdir. Buradan xətt çəkirəm, amma həmin xətt fiqurun daxili oblastından keçir. Daxili oblastından keçirsə, bu qabarıq olmayandır, yəni çökük dördbucaqlıdır. 16 nömrəli sualda yenə qabarıq dördbucaqlını soruşur. Bayaqkı qabarıq olmayan idi. Baxın, burada da eyni qaydada. Buradan xətt çəkirəm, bu daxili oblastından keçir. Eyni qaydada bu xətti uzadıram, daxili oblastından keçir bu. Fiqur yəni 2 yerə bölür bir ki. Bu da daxili oblastından keçir və yaxud da bu xətt də daxili oblastından keçir. Bunların hamısı çökükdür. A variantı isə qabarıq dördbucaqlıdır. 17 nömrəli sualda bucaqlardan biri 155 dərəcə olan bərabər yanlı trapesiyanın kiçik bucağını soruşur. Bərabər yanlı trapesiya yan tərəfləri bərabərdir və oturacağına bitişik bucaqları bərabərdir. 155 dərəcəli bucaq kör bucaqdır. Deməli, buradakı bucaq da 155. Bura 155-dirsə, buradakı bucaq da 155-dir. Və bərabər yanlı trapesiyanın yan tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. 180-dan 155 çıxanda buradakı bucağa qalır 25 dərəcə. Yəni, bərabər yanlı trapesiyanın təkcə yan tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Kiçik bucağı soruşur, cavab D variantı. 18 nömrəli sualda yenə eyni qaydada bucaqlardan biri 65 dərəcəyə bərabər olan bərabər yanlı trapesiyanın böyük bucağını soruşur. Bərabər yanlı trapesiyadırsa yan tərəfləri bərabərdir, oturacağına bitişik bucaqlar da bərabərdir. Bucaqlardan biri 65-dirsə, deməli bu iti bucaqdır. Bura 65-dir, burada 65-dir. Və dedik ki, yan tərəfə bitişik bucaqların cəmi 180-dır. Deməli, bura qalır 180-dan 65 çıxanda 115 dərəcə. Böyük bucaq 115 dərəcəyə bərabərdir. A variantı. 19 nömrəli suala baxırıq. Diaqonallarından biri tərəfi ilə 75 dərəcəli bucaq əmələ gətirən rombun böyük bucağını soruşur. Əvvəlcə romb çəkirik. Rombun bütün tərəfləri bərabərdir və qarış təpə nöqtəlik bucaqlar bir-birinə bərabərdir. Diaqonallardan biri deyir, tərəfi ilə 75 dərəcəli bucaq əmələ gətirir. Bu olsun diaqonal. Bu, tərəfi ilə 75 dərəcəli bucaq əmələ gətirir. Buraya yazaq 75. Rombun bizdən böyük bucağını soruşur. Dedik ki, rombun bütün tərəfləri bərabərdir. Və burada alınır bərabər yanlı üçbucaq. Çünki yan tərəflər bərabərdir. Deməli, burada 75 dərəcədir. Çünki bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir. 75, 75, 150, 180-dan çıxanda bura qalır 30 dərəcə. 30-dursa, buradakı bucaq da 30 dərəcədir. Və rombun bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni, A bucağı 30-dursa, B bucağına qalır 150 dərəcə. Çünki A bucağı iti bucaqdır, B bucağı kör bucaq. Həmin iti və kör bucağın cəmi 180 dərəcə olmalıdır. Deməli, böyük bucaq 150 dərəcə olacaq A variantı. 20 nömrəli suala baxırıq. Diaqonallarından biri tərəfi ilə 25 dərəcəli bucaq əmələ gətirən rombun kiçik bucağını soruşur. Deməli, burada, baxın, 19 nömrəli sualda 75 dərəcəli bucaq əmələ gətirirdi. Orada biz kiçik diaqonal çəkmişdik. Burada isə böyük diaqonal çəkməliyik. Çünki kiçik diaqonal çəksək, orada kör bucaq alınacaq və bucağın yeri səhv görünəcək. Ona görə bu şəkildə böyük diaqonal çəkdim. Deyir ki, tərəfi ilə 25 dərəcəli bucaq əmələ gətirir. Buraya yazıram 25. Bu da olacaq 25 dərəcə. Çünki rombdur bu. Bütün tərəfləri bərabərdir. Bərabər yanlı üçbucaq alınır. 25, 25, 50. Buradakı bucağa qalır 130 dərəcə. İndi kör bucaq 130 dərəcədirsə, iti bucaq da olacaq 50 dərəcə. Çünki rombun bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Bizdən kiçik bucağı soruşur. Bura 130-dursa, və yaxud da belə deyə bilərik. Bu rombun diaqonalı. Dedi ki, tərəfindən 25 dərəcəli bucaq əmələ gətirir. Yəni, bu sol tərəfdəki deyək ki, AB tərəfi ilə 25 dərəcəli bucaq əmələ gətirirsə, həmçinin burada AD tərəfi ilə də 25 dərəcəli bucaq əmələ gətirir. Ona görə A bucağı olacaq 50 dərəcə. B variantı. 21 nömrəli sualda neçə paraleloqram təsvir olunmuşdur? Baxırıq ki, şəkillərdə bir dənə bu trapesiyanı çıxırıq buradan.
Çünki bunun qarşı tərəfləri yalnız oturacaqları paraleldir. Yəni yan tərəfləri paralel deyil. Ona görə biz buna paralleloqram deyə bilmirik. Həmçinin bərabər də deyil tərəfləri. Qalan 4 dənə şəkil paralleloqram kimi düşünə bilərik. Yəni C variantı. 22 nömrəli sualda AB AK-ya bərabərdir. AKB bucağı 70 dərəcə olarsa paralleloqramın kör bucağını soruşur. Çox sadə sualdır. Burada alınan ABK üçbucağı bərabər yanlıdır. Deməli oturacağına bitişik bucaqları bərabər olmalıdır. Burada olacaq 70 dərəcə. 70, 70, 140, 180-dan 140 çıxanda bura qalır 40 dərəcə. Deməli A bucağı 40 dərəcədirsə, B bucağı olacaq 180 minus 40, 140 dərəcə. Çünki paralleloqramın B tərəfinə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bizdən də kör bucaq soruşur. Cavab B variantı. 23 nömrəli sualda yenə kör bucaq soruşulur. 80-dırsa, buradakı bucaq da 80 dərəcədir. Çünki gördüyümüz kimi bərabər yanlı üç bucaqdır. 80, 80, 160, 180-dan 160 çıxanda 20 dərəcə. C bucağı 20-dirsə, A bucağı da 20-dir. Çünki qarşı təpə nöqtələrindəki bucaqlardır. Burada 80-nin qonşusunu tapa bilərik. 80-nin nə soruşurdu bizdən? Kör bucağı soruşur. Heç tapmağa ehtiyac yoxdur. Çünki A bucağı 20 dərəcədirsə, buradakı B bucağı olacaq 180 minus 20, 160 dərəcə. Çünki B tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. 24 nömrəli sualda tərəfləri 3 və 10 olan düzbucaqlının perimetrini soruşur. Düzbucaqlının perimetri P bərabərdir 2A plus B. 2 vurulsun 3 plus 10. 13, 2-yə vuranda 26, C variantı. 25 nömrəli sualda tərəfləri 4 və 12 olan düzbucaqlının perimetrini soruşur. 2 vurulsun 4 üstə gəl 12, 16, 2-yə vuranda 32, B variantı. 26 nömrəli sualda ABCD paralleloqramında, ABCD paralleloqramında ABCD AC diaqonalı tən böləndir. AC diaqonaldır. Həmçinin bu tən böləndir, yəni bucağı yarıya bölür. Və AB A'dır. Bizdən onun perimetrini soruşur. P bərabərdir sual. Deməli AC diaqonalı tən böləndirsə, deməli buradakı bucaqlar da bərabərdir, bunlar da bir-birinə bərabərdir. Və biz bilirik ki, paralleloqramdırsa bu, A bucağı C bucağına bərabərdir, B bucağı D bucağına bərabərdir. Deməli, buradakı bucaqlar, yəni A bucağı C bucağına bərabər olduğuna görə həmçinin tən böləndir. Deməli, bu bucaqlar bir-birinə bərabərdir. Burada alındı bərabər yanlış bucaqlar. Deməli, bunun BC tərəfi də bərabərdir A-ya. Və bu romb alındı burada. Rombun da perimetri 4A'dır. Elə olacaq cavab B variantı. Perimetri B-yə bərabər olan paralleloqramın AC diaqonalı tən böləndir. Perimetri deyir ki, B-yə bərabərdir. Adlandıraq A, B, C, D. AC diaqonalı tən böləndir. Bayaqki sualda dediyimiz kimi A bucağı C bucağına bərabərdir paralleloqramda. B bucağı D bucağına bərabərdir. Və AC tən böləndirsə, deməli bərabər bölünəcək bunlar. Bu bucaqlar bir-birinə bərabərdir. İndi nə deyir? Və bütün tərəflər bərabərdir bunun. Bütün tərəflər bərabərdirsə, bu bərabər olan tərəflərə işarə edək bir Y yazaq. Y yazıram bütün tərəflərə. Biz çünki Y tapacağıq indi buradan. Burada romb alındı. Çünki bütün tərəflər bərabərdir. Rombun perimetri də P bərabərdir 4A. Amma tərəfimiz bizdə Y-dir. Olacaq 4Y. P-ni B ilə işarə edirdik. Çünki perimetri B-yə bərabərdir deyir. B bərabərdir 4Y-ə. Buradan mən Y-i, yəni tərəfi tapacağım. Olacaq B bölünsün 4. Yəni A variantı. ABCD paralleloqramının diaqonalları perpendikulyardır. ABA olarsa perimetrini soruşur. A, B, C, D. Paralleloqramın diaqonalları perpendikulyardır deyir. AB A-ya bərabərdir. Bizdən onun perimetrini soruşur. P bərabərdir sual.
Deməli, biz bilirik ki, paralleloqramın diaqonalları müxtəlif uzunluqları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Baxın, bu hissə buna bərabərdir, bu hissə də buna bərabərdir. İndi və burada baxın, perpendikulyar olduğuna görə tərəfləri də, məsələn, buna deyək A deməyək. Buna x deyirəm, buna da y deyirəm. Bu da olacaq y, bu da olacaq x. Buradan fikir versək görərik ki, düzbucaqlı üçbucaqdır. Katetlər x, y-dir. Deyək ki, hipotenuz, baxın bu üçbucağa nəzərən baxaq. Katetlər x, y-dir, hipotenuz A oldu. Eyni qaydada bu üçbucaq üçün də eyni şey deyə bilərik. Katetlər x, y-dirsə hipotenuz A-dır. Katetlər x, y-dirsə hipotenuz A-dır. Burada A-dır. Deməli, bu rombdur. Çünki rombun diaqonalları perpendikulyardır. Paralleloqramın diaqonalları perpendikulyar deyil. Yəni, əgər paralleloqramın diaqonalları perpendikulyardırsa, deməli, bunun bütün tərəfləri bərabərdir və bu rombdur. Və rombun perimetri olacaq 4A. Tərəfini A-la işarələmişdilər. 4A düzgün cavab D variantı. 29 nömrəli sualda diaqonalları perpendikulyar olan paralleloqramın perimetri P-yə bərabərdir. Deməli, diaqonallar perpendikulyardırsa, deməli, bunun bütün tərəfləri bərabərdir və bu rombdur. Paralleloqramdırsa, diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Deyək ki, buna x deyirəm, bunlara da y deyirəm. Hipotenuzda olacaq z. Deməli, bütün tərəflər z olacaq. Çünki burada eyni düzbucaqlı üçbucaqlar alındı. Yəni, katetlər x, y olan düzbucaqlı üçbucaqlar alındı. Deməli, bunların hipotenuzları eyni olmalıdır. Və bu rombdur. Deyək ki, perimetri P-yə bərabərdir. CD tərəfini tapın. Bunu adlandırsaq, AB, CD. Bizdən hər hansı bir tərəfi soruşur. P bərabərdir, olacaq bunun perimetri 4Z. Z-i tapsaq, olacaq P böl 4. D variantı. 30 nömrəli sualda qabarıq 10 bucaqlının xarici bucaqlarının cəmini soruşur. Deməli, bütün çox bucaqların xarici bucaqlarının cəmi 360 dərəcədir. Cavab olacaq C variantı. 31 nömrəli sualda MNPK paralleloqramında NY YP-yə bərabərdir. MYPK dörtbucaqlısının perimetrini soruşur. Baxaq görək. MK 6-dırsa, bilirik ki, paralleloqram olduğuna görə NP də 6 olmalıdır. Və Y nöqtəsi orta nöqtədirsə 3 olaraq bölünür bu. MN 4-dürsə, PK da 4-dür. İndi burada alındı paralleloqram. Paralleloqram yox, daha doğrusu. Dörtbucaqlı alındı. Bu dörtbucaqlının perimetrini soruşur bizdən. Bütün tərəflərin cəmi. 6 plus 6 plus 4 plus 3. Olacaq 10, bu da 9. 19. B variantı. 32 nömrəli sualda AY 7-yə bərabərdir. Deməli, BC 4-dürsə, AD də 4 olmalıdır. Bərabər bölünür. 2, 2. Və CD 2-dirsə, AB də 2-dir. Çünki bu tərəflər də qarşı tərəflər də bir-birinə bərabərdir. İndi bizdən bu dörtbucağının perimetrini soruşur. P bərabərdir 4, yəni BC tərəfi, üstə gəl AY tərəfi, üstə gəl AB tərəfi, üstə gəl CY tərəfi. 4, 4, 8, üzərinə 3 gələndə 11. A variantı. 33 nömrəli sualda perimetri 36-dır. Tərəflərdən biri 10 olan düzbucağının o bir tərəfini soruşur. P bərabərdir 2, A plus B. Olacaq, deməli, 36 bərabərdir 2 vurulsun 10 üstə gəl B. 36-nı 2-yə böləndə 18 bərabərdir 10 üstə gəl B. B də olacaq 8. Cavab A variantı. 34 nömrəli sualda trapesiyanın orta xətti 8, oturacaqlardan biri 7 olarsa, o bir oturacağı soruşur. Trapesiyanın orta xətti oturacaqları cəminin yarısına bərabərdir. Yəni, heç şəkil çəkməyə ehtiyac yoxdur. 8 bərabərdir 7 üstə gəl B bölünsün 2. Çarpaz vursaq 16 bərabərdir 7 üstə gəl B. B də olacaq 16 minus 7, 9. B variantı. Xarici bucağının dərəcə ölçüsü 18 olan düzgün çoxbucaqlının neçə tərəfi var? Xarici bucağının dərəcə ölçüsü 18 isə, deməli, biz alfa bərabərdir 360 bölünsün n düsturunu bilirik. Burada yəni alfa da ola bilər, beta da fərqi yoxdur. Bucağın dərəcə ölçüsü 18-dir. 18 bərabərdir 360
bölünsün n. Buradan n bərabərdir. 360'ı bölürük 18'e. Verir bizə 20. Deməli, bu düzgün 20 bucaqlıdır. Xarici bucağının dərəcə ölçüsü 12 olan düzgün çoxbucaqlının neçə tərəfi var? Yəni, birbaşa belə də deyə bilərsiniz ki, 360'ı bölürük 12'ye. Çünki çoxbucaqların, xarici bucaqların cəmi 360 dərəcədir. 360'ı bir bucağına böləndə tərəflərinin sayını tapmaq olar. Olacaq 30 B variantı. 37 nömrəli sualda MN9 kvadratların perimetrlərinin cəmini soruşur. Baxın, kvadratdırsa bütün tərəfləri bərabərdir, düzdürmü? MN-ə deyirəm x. Daha doğrusu, bura MO deyək. MO-ya deyirəm x. Ümumi MN9-dursa, bu NO-ya qalır 9 minus x. Bura x isə, bu da x-dir, burada x-dir. Yəni, bütün tərəflər bərabərdir. 9 minus x isə digər kvadratın tərəfi də 9 minus x-dir. İndi bizdən kvadratların perimetrlərinin cəmini soruşur. Bunun perimetrinə P1 deyirəm, bununkinə P2. P1 olacaq 4x, P2 olacaq 4 vurulsun 9 minus x. Yəni 4'ü vururam kvadratın bir tərəfinə. Olacaq 36 minus 4x. İndi bu ikisinin cəmini tapsaq, P1 üstə gəl P2, 4x üstə gəl 36 minus 4x. 4x'lər islah getdi. Cavab 36. D variantı. Və yaxud da MN9 idi. Tərəfi, yəni bölə bilərik. Məsələn, 9-dursa, buna 6 deyirəm, buna 3. Bunlar 6 olacaq, bunlar da 3 olacaq. Deyək ki, bunun perimetri 4 vur 6, 24'dür. Digərinin perimetri 4 vur 3, 12'dir. 24 ilə 12'nin cəmi yenə 36. Yəni, bu qayda ilə də yaza bilərik. 38 nömrəli sualda perimetri 16 olan kvadratın diagonalını soruşur. Kvadratın perimetri 4A. 16 bərabərdir 4A'ya. A da olacaq 4. Kvadratın diagonalı tərəfin kök 2 mislinə bərabərdir. Tərəf 4'dürsə, kök 2'yə vururam. Diagonal olacaq 4 kök altda 2. 39 nömrəli sualda perimetri 20 olan kvadratın diagonalını soruşur. Kvadratın perimetri P bərabərdir 4A. 20 bərabərdir 4A'ya. Kvadratın tərəfi olacaq 20'ni 4'ə böləndə 5. Diagonal tərəfin kök 2 mislinə bərabərdir. Olacaq 5 kök altda 2. C variantı. Növbəti suala baxırıq. Diagonallarının sayı 20 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını soruşur. Qabarıq çoxbucaqlının diagonallarının sayı n vurulsun n-3 böl 2. Bizə deyir ki, diagonalların sayı 20'dir. Burada bunu düsturu 20'yə bərabər edirik. Çünki buradakı n tərəflərin sayını göstərir. İndi bu tənliyi həll etsək, n-in kvadratı minus 3n bərabərdir 40'a. N-in kvadratı minus 3n minus 40 bərabərdir 0. Köklər 5 və 8'dir. Cəmi müsbət 3 verməlidir. Viet teoreminə görə deməli 5 mənfidir. Hasil də mənfi 40 verir. Köklərdən mənfi 5 mənfi olduğuna görə kənar kökdür. Çünki çoxbucaqlının tərəfi mənfidə də ola bilməz. Deməli, n 8'ə bərabərdir. Tərəflərinin sayı A variantı 8. 41 nömrəli sualda qabarıq çoxbucaqlının diagonallarının sayı 44 olarsa tərəflərinin sayını soruşur. Eyni qaydada n vur n-3 böl 2 bərabər edirik 44'ə. N kvadratı minus 3n bərabərdir 88'ə. N kvadratı minus 3n minus 88 bərabərdir 0. Köklər 11 və 8'dir. Cəmi müsbət 3 verir. Deməli 8 mənfidir. 11 deməli çoxbucaqlının tərəflərinin sayı 11'ə bərabərdir. 8 mənfi olduğuna görə kənar kökdür. Düzgün cavab C variantı. 42 nömrəli sualda diagonalları verilmiş rombun perimetrini soruşur. Rombun diagonalların kvadratları cəmi tərəflərin kvadratlarının cəminə bərabərdir. 16'nın kvadratı 256, 30'un kvadratı 300. 300 neydi? Estağfurullah. 30'un kvadratı 900 bərabərdir 4A kvadratı. Bunlar toplasaq 1156 bərabərdir 4A kvadratı. A kvadratı bərabərdir 2 dəfə. 35'də 4 8 dəfə. 36'da 4 9 dəfə. A da olacaq 17. 289 17'nin kvadratıdır. Perimetri tapdıq. Perimetri 4A. 4'ü 17'yə vuracaq. Olacaq rombun perimetri 68 cm. Qabarıq 8 bucaqlının daxili bucaqlarının cəmini soruşur. Qabarıq M bucaqlının
Daxili bucaqlarının cəmi 180 vurulsun n-2. 180 vurulsun n-in yerinə 8 qoyuruq. 8 minus 2, 6. 180-dən vuracağıq 6-ya. Bu da bizə verir 48, 4, 1080. Yəni B variantı. Qabarıq 12 bucaqlının daxili bucaqlarının cəmini soruşur. 180 vurulsun n-2. N-in yerinə 12 qoyuruq. 180 vurulsun 12 minus 2. Bu da bizə verir 1800 dərəcə. Yəni A variantı. 45 nömrəli suala baxırıq. Düzbucaqlı trapesiyanın ən kiçik bucağı 38 dərəcədir. Düzbucaqlı trapesiya çəkirik. Adlandıraq bunu A, B, C, D. A bucağı 90 dərəcədir, B bucağı 90 dərəcə düzbucaqlı trapesiyada. Çünki bir tərəfi, yəni AB burada AD-yə perpendikulyardır. Ən kiçik bucaq 38 dərəcədir. Fikir versək görərik ki, buradakı bucaq kör bucaqdır BCD bucağı. CDA bucağı isə iti bucaqdır. Deməli, bu iti bucaqdan söhbət gedir. Bura 38 dərəcədir. Bizdən ən böyük bucağın dərəcə ölçüsünü soruşur. 90, 90, 180. Yəni 4 bucaqlıdır. Bucaqlarının cəmi 360 dərəcə olmalıdır. 4 bucağının. 90, 90, 180. Buradakı kör bucağı tapmaq üçün 180-dən 38-i çıxmaq lazımdır. 180-dən çıxırıq 38-i. Olacaq 142 dərəcə. Yəni kör bucaq 142 dərəcəyə bərabərdir. ABCD paralelogramında B bucağı 5x plus 20-dir. D bucağı 7x minus 20. A, B, C, D. B bucağı və D bucağının dərəcə ölçüsü verilib. Bunlar qarşı təpə nöqtələrindəki bucaqlardır. Qarşı təpə nöqtələrindəki bucaqlar olduğuna görə bir-birinə bərabərdir. Yəni bucaq B, bucaq D-yə bərabərdir. 5x plus 20 bərabərdir 7x minus 20. Buradan alırıq ki, 40 bərabərdir 2x-ə, x-ə bərabərdir 20-yə. X 20-dirsə, gətirib yerinə qoyaq. Bucaq, burada tapaq. Bucaq B nəyə bərabərdir? 5x plus 20-yə. X-in yerinə 20 qoyuram. 5 vur 20, üzərinə də 20 gəlirəm. Verir bizə 120 dərəcə. B bucağı 120 dərəcədir. Həmçinin D bucağı da 120-dir. Çünki qarşı təpə nöqtələrindəki bucaqlardır. A bucağına qalır 60 dərəcə. Çünki A və B-nin cəmi 180 dərəcədir. Yəni bir tərəfə bitişik bucaqlar olduğuna görə cəm 180 olmalıdır. Bizdən də C bucağını soruşur. C də A bucağına bərabər olduğuna görə burada 60 dərəcədir. Düzgün cavab Y variantı. 47 nömrəli sualda bir təpədən çıxan diaqonalların sayı 25 olan qabarıq çoxbucaqlının neçə tərəfi var? Bir təpədən çıxan diaqonalların sayı n-3 düsturu ilə hesablanır. Bir təpədən çıxan diaqonalların sayı 25-ə bərabərdir. n-3-ü 25-ə bərabər edirik. N olacaq 28. Deməli, bu qabarıq 28 bucaqlıdır. Trapesiyanın böyük oturacağı 20, orta xətti 16 olarsa kiçik oturacağını soruşur. Trapesiya çəkirik. Böyük oturacaq 20-dir. Orta xətt 16-dır. Kiçik oturacağı soruşur. Orta xətt oturacaqları cəminin yarısına bərabərdir. 32 bərabərdir. X üstə gəl 20. X olacaq 12. Yəni C variantı. Trapesiyanın kiçik oturacağı 8. Böyük oturacağı yoxdur. Orta xətti isə 14-dür. Bayaqki sualı izah etdim. Burada bir də başa yazdım. Yəni asan sualdır bu. 8 plus x bərabərdir 28-ə. X olacaq 20. Yəni D variantı. Orta xətti C oturacaqları A və B olan trapesiyada bu bərabərlik ödənilirsə C-ni tapın deyir. Orta xətt C-dirsə biz bilirik ki C oturacaqları cəminin yarısına bərabərdir. Buradan 2C bərabərdir A plus B. Gətirib yerinə qoyuruq. 2A üstə gəl 2B minus C bərabərdir 15-ə. Buradan deməli 2-ni orta qrup çıxartsaq A plus B minus C bərabərdir 15. 2 vur. A plus B-nin yerinə yazıram 2C. Minus C bərabərdir 15. 4C, C çıxanda 3C bərabərdir 15-ə. C də olacaq 5. Bizdən elə C-ni soruşur. Düzgün cavab A variantı. 51 nömrəli suala baxırıq. Orta xətti C oturacaqları A və B olan trapesiyada A plus B minus C 5 olarsa C-ni soruşur. Biz bilirik ki orta xətt oturacaqları cəminin yarısına bərabərdir. Buradan A plus B bərabərdir 2C alınır. Aparıb yerinə qoyuruq. A plus B minus C bərabərdir 5.
A plus B'nin yerine 2C yazıram. 2C minus C bərabərdir 5'e. C de olacak 5. Bizden de C'ni soruşur. D variantı. İti bucağı kör bucağından 3 dəfə kiçik olan bərabərin yanlı trapesiyanın kör bucağını soruşur. Bərabər yanlı trapesiya çəkirəm. Deməli, iti bucaq kör bucaqdan 3 dəfə kiçikdir deyir. İti bucağa x deyirəm, kör bucağa 3x deyirəm. Bərabər yanlı trapesiyada deməli yan tərəflər bərabərdir. Bir də oturacağına bitişik bucaqları bərabərdir. Və yan tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni təkcə yan tərəfə bitişik bucaqların. Paralelogramda, rombda bir tərəfə bitişik bucaqların cəmidir. Yəni AB, BC, CD, AD hamısında bucaqların cəmi 180-dir. Amma burada təkcə yan tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni bucaq A üstəgəl bucaq B 180 dərəcədir. Bir də bucaq C üstəgəl bucaq D bərabərdir 180 dərəcə. 3x üstəgəl x bərabərdir 180-a. 4x bərabərdir 180-a. X olacaq 45 dərəcə. X 45-dir. Bizdən kör bucağı soruşur. Kör bucaq bucaq B idi. 3'ü 45'e vuranda olacaq 135 dərəcə. Yəni B variantı. İti bucağı kör bucağından 5 dəfə kiçik olan bərabər yanlı trapesiyanın kör bucağını soruşur. Bərabər yanlı trapesiya iti bucağını x deyirəm. Kör bucağına da deyək 5x. Yenə eyni qaydada 5x üstəgəl x bərabərdir 180-a. 6x bərabərdir 180-a. X olacaq 30. Bizdən kör bucağı soruşur. 5'i 30'a vuracağım. Olacaq 150 dərəcə. C variantı. Bunu ətraflı 52'də izah etdim. Ona görə burada birbaşa yazdım. Perimetri 40 olan və tərəflərindən biri o birindən 3 dəfə böyükdür. Tərəflərdən birini x deyirəm, digər tərəfə bundan 3 dəfə böyük 3x. Paralelogramın tərəflərini soruşur. P bərabərdir 2 A plus B. 40 bərabərdir 2 vurulsun x üstəgəl 3x. 40 bərabərdir 2 vurulsun 4x. 8x bərabərdir 40'a, x olacaq 5. Tərəflərini soruşur. Tərəflərdən biri 5'dir, digəri də 3 vur 5, 15. B variantı. 55 nömrəli suala baxırıq. Perimetri 48, tərəflərindən biri digərindən 6 cm böyükdür. Tərəflərdən birini x deyirəm, digər tərəfə deyirəm x plus 6. İndi P bərabərdir 2 A plus B'ye. 48 bərabərdir 2 vurulsun. X üstəgəl 6. 48'i 2'ye böləndə 24 bərabərdir 2x üstəgəl 6. 2x bərabərdir 24'dən 6 çıxanda 18. X də verir bizə 9. Bizdən nə soruşur? Paralelogramın tərəflərini soruşur. 9 üstəgəl 6, 15. Y variantı. 6 bucaqlının perimetri 40, x üstəgəl y soruşur. P bütün tərəflərin cəmi deməkdir. Burada şəkildə görürük ki, 4 dənə x var. 4x üstəgəl 4 dənə də y var. 4y. Perimetri 40-dır. 40 bərabərdir 4x üstəgəl 4y. 40 bərabərdir 4'ü orta qruq çıxardıram. X üstəgəl y. Buradan da x üstəgəl y 40'ı 4'ə böləndə 10. C variantı. 57 nömrəli sualda yenə eyni qaydada P bərabərdir. Şəklə baxıb görürük ki, 4x üstəgəl 4y var. O da bərabərdir. 4'ü orta qruq çıxardıram. X üstəgəl y. 4 x üstəgəl y də 2-dirsə perimetr olacaq 8. D variantı. 58 nömrəli suala baxırıq. Perimetri 42 verilib. Eni isə uzunluğunun 7'də 3 hissəsi qədərdir. Eninə x deyirəm. Daha doğrusu uzunluğu x olsun. Eni də uzunluğunun 7'də 3 hissəsi qədər. Yəni x'in 7'də 3 hissəsi. Olacaq 7'də 3 x. P bərabərdir 2 A plus B. 42 bərabərdir 2 vurulsun. X üstəgəl 7'də 3x. Buradan 42'ni 2'ye böləndə 21 bərabərdir 7'də 10x. 21'i 7'ye vuranda 147 bərabərdir 10x'e. X də olacaq 14,7. X 14,7'dir. Aparıb yerinə qoyuruq. A olacaq 14,7.
B de olacaq 7'də 3 vurulsun 14,7. Verir bize 2,1. 3'e vuranda 6,3. B variantı. Perimetri 21. Eni ise uzunluğunun 5'te 2 hissəsi qədər olan düzbucağının enini uzunluğunu soruşur. Deməli A, burada B yazıram. Uzunluğuna x deyirəm. Eni uzunluğunun 5'te 2 hissəsi qədər. Yəni 5'te 2 x. Yine eyni qaydada P bərabərdir 2 A plus B. 21 bərabərdir 2 vurulsun x üstə gəl 5'te 2x. 21 bərabərdir 2 vurulsun 5'te 7x. Çarpaz vuranda 21 vur 5 bərabərdir 14x'e. X de bərabərdir 14'te 21 vur 5. 7'ye böləndə 2, 3. 15'i 2'ye böləndə 7,5. A olacaq 7,5. B olacaq 5'te 2 vurulsun 7,5. 1,5 2'ye vuranda 3. Cevap 3 ve 7,5 Y variantı. 60 nömrəli sualda ABCD rombunda ADB bucağı 75 derecedir. ADB buradaki bucaq 75 derecedir. AB 5'dir. BF hündürlüyünü soruşur bizdən. Baxın. Deməli bu rombdur. Rombun bütün tərəfləri bərabərdir. Deməli burada 5'dir. Və burada alındı bərabər yanlı üçbucaq. Deməli buradakı bucaq da 75 derecedir. Çünki bərabər yanlı üçbucağın oturacağının bitişik bucaqları bərabərdir. 75 75 150 180'dan çıxanda 30. Burada qalır 30 derece. İndi 90 ve bu tərəfdə 5'e bərabər idi. Çünki rombdur, bütün tərəfləri bərabərdir. 30 dereceli bucaq qarşısındakı katet. Söhbət gedir bu üçbucaqdan. 30 dereceli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 5'in yarısı olacaq 2,5. 60 dereceli buradaki bucaq 60 derece qalır. 60 dereceli bucaq qarşısındakı katet digər katetin kök 3 misli. Burada olacaq 2,5 kök altda 3. Bizden BF hündürlüğünü soruşur. Elə BF 2,5'e bərabərdir.